Hər iki valideynini itirmiş şəxslərə pensiya verilməsi məsələsi cəmiyyətdə ən çox verilən suallardan biridir. Bir çox insan bu halda iki ayrı pensiya alınıb alınmadığını, yaxud hansı qaydada hesablandığını tam olaraq bilmir. Bu videoda sizə bu mövzunu sadə və aydın şəkildə izah edəcəyik. Qanunvericiliyə əsasən hər iki valideynini itirmiş şəxslər ailə başçısını itirməyə görə pensiya hüququ əldə edirlər. Lakin burada vacib bir məqam var. Bir çoxlarının düşündüyünün əksinə olaraq belə şəxslərə həm atanın, həm də ananın pensiyası ayrı-ayrılıq da verilmir. Bəs onda necə hesablanır? Hesablama zamanı hər iki valideynin sosial sığorta stajı fərdi hesablarında toplanmış pensiya kapitalı və əmək fəaliyyəti nəzərə alınır. Yəni sistem hər iki valideyn üzrə hesablamanı aparır və nəticədə daha yüksək olan pensiya məbləği seçilir. Bu o deməkdir ki, şəxs iki pensiya almır, yalnız daha yüksək olan bir pensiya ilə təmin olunur. Bu yanaşmanın əsas məqsədi sosial ədaləti qorumaq və şəxsin minimum sosial təminatını daha yüksək səviyyədə təmin etməkdir. Pensiya hansı yaşa qədər verilir? Qanuna görə şəxs 18 yaşına qədər bu pensiyanı ala bilər. Əgər əyani təhsil alırsa, bu müddət 23 yaşa qədər uzadılır. Əgər şəxs 50 olan şəxsdirsə, pensiya 50-lik müddəti bitənə qədər davam edə bilər. Pensiya almaq üçün əsas şərt nədir? Burada ən vacib şərtlərdən biri vəfat edən valideynlərin rəsmi iş stajının və sosial sığorta ödənişlərinin olmasıdır. Əgər valideynlərin rəsmi iş fəaliyyəti olmayıbsa və ya sığorta ödənişləri edilməyibsə, bu zaman pensiya təyinatında çətinlik yarana bilər. Pensiya almaq üçün hansı sənədlər tələb olunur? Pensiya təyin edilməsi üçün aşağıdakı sənədlərlə müraciət olunmalıdır. Şəxsi şəxsiyyət vəsiqəsi, valideynlərin ölümü haqqında şəhadətnaməsi, doğum haqqında şəhadətnamə, əgər təhsil alırsa, təhsil müəssisəsindən arayış, bu sənədlərlə müraciət Dövlət Sosial Müdafiə Fonduna edilir. Nəticə olaraq bir daha qeyd edək ki, hər iki valideynini itirmiş şəxs iki pensiya almır. Hər iki valideyn üzrə hesablanma aparılır və yalnız daha yüksək olan pensiya təyin edilir. Bu sistem şəxsin daha yaxşı sosial təminat almasına xidmət edir. Əgər bu mövzu sizin üçün faydalı oldusa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Daha çox faydalı məlumatlar üçün bizi izləməyə davam edin.